Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin model proqramına yenilənmiş məlumatların təqdirinə əsasən bu modeldə biz yaxın günlərdə gözlənilən yağıntı parametrləri haqqında ümumi məlumatları sindikatına çatdırırıq. Xüsusilə də mart ayının artıq 19-dan 20-sindən keçən gecədən başlayaraq Aralıq dənizinin şərq rayonlarından növbəti ekstratropik siklon sisteminin gətirdiyi laylı və topa yağış buludlarının intensiv şəkildə əvvəlcə Azərbaycanın cənub və qərb rayonlarından başlayaraq, yəni mart ayının 20-si artıq günün birinci yarısından başlayaraq Azərbaycan arasına doğru daxil olması gözlənilir. Bu sistemin təsirləri qısa müddətli olacaq, lakin intensiv olacaq. Mart ayının xüsusilə də 20-sində bu proses nəticəsində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Naxçıvan ərazisində, Cəlilabad Astara ərazilərində və ümumilikdə isə Mərkəzi Aran ərazisində yağıntıların qısa müddət ərzində intensiv, lokal güclü olması ehtimalı var. Lokal güclü kütlələrin əsməsi ehtimalı var. Dolu yağması ehtimalı da var. Lakin bu prosesin dağılması nəticəsində, yəni bu prosesin zəifləyərək Abşeron arasına daxil olması gözlənilir. Məsələn, mart ayının 20-si axşama doğru Bakıda qısa müddətli az yağış yağması ehtimalı olsa da, yağışın güclənməsi ehtimalı zəif ehtimaldır. Bu proses qısa müddətli olacaq. Mart ayının xüsusilə də artıq 20-sində bu modelə baxanda biz görürük ki, Azərbaycanın deməli əksər rayonlarında havada buludluğun bir xeyli artması müşahidə ediləcək. Bu ekstratropik siklon sisteminin təsirindən artıq qalın, laylı və topa yağış buludlarının aktiv inkişafı nəticəsində Böyük Qafqaz rayonlarında, yəni Böyük Qafqazın Balakən, Zaqatala, Şəkirqax, Oğuz, Qəbələ, İsmail, Şamax, Qızıl, Qubaq, Qusar, Xasmaz, Dağlıq Şirvan arasında yağıntıların leysan xarakterli qısa müddət ərzində güclü olması, lokal dolu yağması, çaylarda sululuğun bir xeyli artması ehtimalı var. Bu proseslər nəticəsində xüsusilə də çay yataqlarına yaxın olan ərazilərdə müəyyən təhlükəsizlik tədbirlərinin, qabaqlar tədbirlərinin görülməsində fayda var. Eyni zamanda Qazax, Ağstafada və Naxçıvan ərazisində, eyni zamanda Daşkəsən, Qəribə, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur ərazilərində də mart ayının 20-si gündüz saatın yağıntılarda intensiv və güclənmə ehtimalı var. Artıq martın 20-si axşama doğru bu proses zəifləyəcək. Martın 20-si axşama doğru günün ikinci yarısında bu prosesin bir qolunun Abşeron arasına daxil olması ehtimalı var. Bakıda martın 20-si axşama doğru qısa müddətli yağış yağması ehtimalı var. Bu yağış geniş əraziləri əhatə etməyəcək. Artıq martın 21-də isə Azərbaycan arasında hava şəraitinin nisbətən sabitləşməsi gözlənilir.